Hörmətli əziz şəhid ailələri, qazilər, vətənsevərlər, 10-cu ay 2025-ci il tarixində Azərbaycanın Beyləqan rayonunun Qarallar kəndinin 27 sentyabr 44 günlük 2-ci Qarabağ vətən döyüşlərinin şəhid kəşfiyyatçı snayperçisi qəhrəman Vəzirov Cəlal Bədirxanoğlu'nun şəhadətinin 5-ci il dönümü məclisi keçiləcək. Öncə saat 10:30-da şəhidin Qarallar kəndində şəhidimizin adına ehsan bulağı ziyarət edilərək tədbir keçiriləcək. Daha sonra isə saat 12:00-da şəhidin atı ocağında ehsan süfrəsi açılacaq. İstəyən, bilən hər bir kəs dəvətlidir. Hörmət ilə şəhidin dəyərli əziz ailəsi. Dağların qoynunda soldu çiçəklər, söndüdan ulduza minbir diləklər, kamına çatmadan köçdü ürəklər, qəlbimdə qubardı canlı şəhidlər, kasıb damxaların zəngin insanı, vətən, vətən deyə tapşırdı canı, hər kəsdən üstündür bir damla qanı, ən böyük şöhrətdir, şandır şəhidlər. Göylərdən ucadı məqamı ulu, əməli salihdir, imanla dolu, nə böyük zirvədir şəhadət yolu, hər iki cahana xandır şəhidlər, hər iki cahana şandır şəhidlər.